Aha, dersi rekorda verdim, başlayaq. Qəbul 2024 aprelin cavablarını deyirəm, yoxlayıram. Buradan sizə dinləmə yoxdur, dinləmə 2025-dədir, onu səsləndirəcəm. 6.1A, 2B, üf, səhv dedim, 6.1A, 2A, 3B, 4A, 7D, 8Y, 9Y, 10, 2, 4, 5. 11.1A, 2A, 3A, 4B, 12B, 12B, 13C, 14A, 15.1.3, 16A, 17A, 18Y, 19Y, 20C. Aha. Deməli, celebrity. What does it mean? Celebrity. Tanınmış insan. Bəli, tanınmış insanlar. Then Q. Yazmışdım mı? Q. Q, turn, line. Hansı? It's my turn. Sırada. Q Sıra. növbə sıra. Aha. Q, turn, line. Hamısı növbə sıra deməkdir. Düzdür. Sculpture. Heykəltaraş. Aha. Heykel. Bəs heykel nədir? Monument. Monument. Statue. Monument da var. Bir də statue. Statue. Bəli, statue. And measurement. Measure özü nədir feil kimi? Ölçü. Şey. Çəki. Çəki. Ölçmək. Measure Ölçmək. ölçmək. Measurement isə Metrə kimi. ölçü. İsim formatı ölçüdür də. Ölçü. In order to hansı bağlayıcımızdır? In order to. Conjunction. In order. Üçün məqsədi ilə. Üçün məqsədi ilə deməkdir. Obtain. Əldə etmək. Əldə etmək, qazanmaq. Sinonimi Get, gain, get, gain, acquire. acquire. Require-la qarışdırmayın. Necə vurur? Ac qoyur. Acquire. Likeness. Likeness. Yazmışdım o sözdə. Likeness. Similarity. Similar nə deməkdir? Oxşar. Bəli. Similarity isə isim forması Oxşarlıq. oxşarlıq. Bəli, bundan sinonimdir. Hətta bu neçənci sualdır? 9-cu elə bir sual. 9-da səhv edən var? 9-da. Yoxdur. Yaxşı. 9-cu sualda baxın. Lots of photos and measurements are taken by sculptures in order to. Bu cümləni tapıb ardını tamamlamalıyıq da. Tutaq ki, anlamırıq. Lots of photos and measurements are taken by sculptures. Hardadır o? Baxın bu cümlə. Görsə, sculptures use lots of photos and measurements in order to. Arxasını oxuyuruq. Nə deyir in order to-dan sonra? Obtain a perfect likeness. Mükəmməl bir oxşarlığa malik olmaq üçün. İndi nə edib burada? Hamısını sinonimlə əvəz edib. Obtain'i sinonim nə idi? Get, əldə etmək. Perfect, mükəmməl, ideal, ideal. Likeness nə oldu? Oxşarlıq. Onda similarity ilə əvəz edib. Yəni görürsünüzmü? Yəni sözləri sinonimləri ilə öyrənməliyik. Tam söz sinonimləri ilə əvəz edib hamısını. Müəllimə, bu indi 2024-dür bu, yoxsa 2025-dir, mən qarışdırdım. Misal 2024'ün, bak xatırladaraq dedim ki 2024'ün aprelini yoxlayırıq. İkinci cəhdini yoxlayırıq. Mən deyəsəm müəllimə səhv yoxladım. Mən o birisini yazmışam, bir sınav yazmışam. Ona görə elə olub. Olsun. O birisini yazmışam. Wax. Nə demək uşaqlar wax? Gil idi yoxsa yapışdırmaq idi. Nəsə Bəli. Royalty. Royalty. Kraliyyət. Kraliyyət, bəli, krala aid, kral ailəsinin üzvünə deyirik. Belə, əslində 2024-2025-dən qat-qat asan da olub. Yəqin ki, işlərin də özünüzdə fərqinə vardınız. 2025 çox çətin idi. Birinci cəhd ümumiyyətlə çətin idi. Belə, indi suallarınızı verin. Birinci mətndə kimin sualı var? 6.1-i səhv eləmişəm mən.
By traveling all around England, Mary displayed the figures made from wax. What is display? Nümayiş etmək, göstərmək. Sinonimləri. Show, exhibit. Bəli, bu exhibit onun sinonimidir. Exhibit, show. Bir dənə də demonstrate. 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 Aha. Belə. İndi bax, İngiltərənin bütün ətrafında səyahət edərək Mary kimdən hazırladığı fiqurları nümayiş etdirdi. 6.1 kənarında. Hə, bu hissədə. Görsən, o cümləni heç tutaq ki, anlamırıq, oxuyuruq. Hardadır o? England, touring. Move to England, İngiltərəyə köçdü. Touring around the country, ölkənin ətrafında səyahət edərək. We saw exhibition of wax figures. Bax, görsən, exhibition sözünü orada nə ilə əvəz edib? Display ilə. Show. Wax figures. Bir də ki, move to yerinə, İngiltərəyə köçdü yerinə nə yazdı? Travel yazıb. By traveling all around the world. Heç orada move to'nu verməyib. Move to'dan sonra görsə England touring around. Tour'u da orada travel'la əvəz edib. Yəni tour travel'la əvəz olunub, exhibition'da display-nin sinonimləri ilə verilir. Amma belə cümlənin çox hissəsi oxşardır. Aydındır. Deməli turudur. Sonra Məndə onda var, 4-ü götürməmişəm onda. ona qədər səhv edən var. Bax, bir də burada çaşanlar var 6.4-də əsasən. In the mid-30s of the 19th centuries. Bax, ilin əvvəlindən də deyirəm ki, diqqətli olun. İlləri cavablarda əsrin ortası, əvvəli, başlanğıcı bundan əvəz edirlər. Burada bu cümlə Mary began to live in London. Londonda yaşamağa başladı. Burada deyir 19-cu əsrin mid-30s. 30 yəni 30-cu illər, mid-30s yəni 30-cu illərin ortalarında da begin to live in London. Bu hardadır? Bax, görürsünüz, Mary in 1835 at the age of 70 she finally settled in London. Londonda settle nədir uşaqlar? Settle. Sakin. Xeyr. Yox, məskunlaşmaq. Məskunlaşdı. Settle'ın sinonimləri nə idi? Dwell, habit, live. Inhabit, live, so. İndi bax, burada settle in London deyir. Londonda yaşadı deyir. Burada settle'ın yerinə live deyir. Deməli o cümlədir. Orada ili verib bizə 1835-ci ildə. Buradan 19-cu əsrin 30-cu illərin ortaları deyir. Deməli doğrudur. Bir də ki, fikir verin. It took less than 14 days to create Mel G's curly hair. Curly nədir uşaqlar? Buruq. Buruq. Mənim səsim qırılmır uşaqlar. Pərdə qırılmır. Birazca. Qırılır indi. Çox az. Çox. Belə çox kəsilmələr olsa deyin. Hə, bax, Mel G'nin curly, buruq saçlarını create yaratmaq 14 gündən çox vaxt apardı. Burada amma nə ilə verib onu? Saatla. Baxın. It to create Spice Girl Mel G's famous curly hair. Burada saatla verib, orada gündən. Vurun hesablayın da. Bir gün 60 Hə, dəqiqə. mən elə elədim. 14 gündən çox çıxdı hardasa. Ona 18 görə gün. götürmədim onu. Hə. 18 gün çıxır. Yəni belə şey edə bilər, bu səhvlik deyil. Siz vurun hesablayın onda. Bir gün 60 dəqiqədir. 450-ni bölün 60-a. Görün neçə gün eləyir. 18 gün eləyir. Yaxşı. Deməli onda false-dur da. Çünki burada 14 gün deyil. 60 dəqiqə dediniz. Bir gün 60 dəqiqə dediniz mənə. Yox, Bir 24 saat saatı 60 dəqiqə. müəllim biraz şeylə deyəsən sən Aha, səhv dedim. 60 dəqiqə. Səhv dedim. Mən 1 saat 60 dəqiqə kimi. Hə. Bir gün 24 saatdə. Daha doğrusu 450-ni 24-ə böləcəyik. Hə, düz deyirəm də 450-ni 24-ə böləcəyik. Hə, 24-də. Aha. Belə 9-u da onsuz da dedim. Hə, onda səhviniz. Bax, what are Mən 4-ü götürməmişəm orada. 4'ü çox adam götürmüyor belə. How often are the visitors allowed to visit the museum? Yəni how often nə deməkdir? Nə qədər tezlikdə deyir insanlara icazə verirlər ziyarətçilərə də ora girməyə. Bəli. Hansı tezlikdə? How often? Bax, sual cümlələrini keçmişəm sizə. Məncə keçdim sonlarda. Hə. Bəli. Orada bax, how often-a cavab əsasən hansı zamanın zərfləridir? İndiki sadə zamanın zərfləridir. Yəni how often-a cavab nə ola bilər?
İndiki saat zamanı zaman zərfləri hansılardır present simple-da? Always, usually, never, often, sometimes, seldom, bəzən, every day, every week, bir də once, twice. Bunlardır. Hı. Burada isə onunla demir, biraz başqa cür deyir. Yəni bunlara cavab how often, daha doğrusu bunların yalnız how often sual verə bilərik. Hansı tezlikdə bu ziyarətçilərə icazə verilir ki, muzeyə baş çəksin? İkinci paragrafın ilk cümləsidir. Burada biraz fərqli deyir. Queues of visitors can be seen outside Madame Tussauds. Yəni bu muzeyin çölündə ziyarətçi növbələri görülə bilər. On most days of the year, ilin bir çox günləri. Hansı tezlikdə? İlin çox günləri. Yəni bu ona cavab olaraq kimi götürülüb. Çox günlər, yəni bir çox günləri görə bilərsiniz orada Mən olsam onu ziyarətçi. götürməzdim. Yəni də imtahanda da olsam heç ağlıma gəlməzdi onu Əslində götürmək. etiraf edim, mən də bu testi işləyəndə onu götürməmişdim. Yəni çünki deməlidir ki, orada tez-tez görülür, bəzən görülür, adətən görülür ya da neçə dəfə görülür, ildə neçə dəfə. Hı. Almost. Əslində bax, tez-tez götürülürsə ilin bir çox günləri də ola bilər də. Əksər günləri, ilin əksər günləri orada görünürlər. Yox, əslində məntiqlə düşünəndə tez-tez adətən cavabdırsa ilin əksər günləri də cavab ola bilər. Yəni deməli yadda saxlayın ki, belə şey olanda cavabdır. Belə, why do a lot of tourists agree to wait in lines? Bu line nədir? Line xətt şeydə bu da sıradır. Sıranı. İki. Bayaq orada hansı söz idi onun sinonimi? Q, Queue. Gue, Q. Hı. Kyoto. Niyə görə turistlər növbədə gözləməyə razıdırlar? Növbə sözü hardaydı? Buradaydı, düzdür? Queues of visitors can be seen outside, all wanting to get in and see some of the most famous people in the world. Yəni hamısı nə istəyirdi? Çünki içəri girmək və dünyadakı ən məşhur insanlardan bəzilərini görmək. Məqsəd bu idi. Biz həm səbəbə, həm də məqsədə why ilə sual veririk də. Belə. Və bir də ikinci suala da cavab hardadır? What are the most famous wax models displayed in the exhibition? Displayed in the exhibition. Sərgidə nümayiş etdirilən ən məşhur mum modellər nələr idi? The most famous for popular figures in the exhibition, ən məşhur fiqurlar, şəxsiyyətlər, kraliyyət ailələri, royalty and stars, Princess Diana, Tony Blair, David Beckham, Brad Pitt, Elvis Presley sadalayır. İkinci mətnə keçək. İkinci mətndə suallarımız. Spot nə kimi gedir uşaqlar? Spot. Məkan, ləkə. Düz ləkə mənası var, amma burada başqa mənadadır. Məkan mənasında gedərdi. Yer, Məkan. məkan. Bəli. Recognize nədir bəs? Recognize. Tanıtmaq. Tanımaq, bəli. Tanımaq, tanıtmaq. Pray. What is pray? Prey. Deyim də müəllim, ovlanan heyvan. Dua etmək. Bəli, Ay dua mən bayaqdan etmək. cavab verirəm bütün sözlərə, amma səsim bağlıymış. Bağlı da eşitmirdim. Dua etmək və ibadət etmək. Sinonimi nə ola bilər bunun? Aydan. Worship. Yes. Worship. Worship. Bəs worship-də nəsə müharibə Müharibə gəmisi. gəmisi. Döyüş Hə. gəmisi. Worship. O ilə yazılan ibadət etməkdir. Aynı Hə. yazılan döyüş gəmisi. Regulate. Nizamlı, qaydalı. Nizamlı. Regulate nizamlıdır. Regulate nizamlamaq, qaydaya salmaq. Consist of. Bu ibarət olmaq deyildi. Bəli. Consist of-u nə ilə əvəz edə bilərik? Consist of. Contain. Contain də ibarət olmaqdır. Yes, contain. Bir də var. Compose of. Mhm. Compose sözünüzü of. Compose of and contain. Bir də bir şey deyəcəkdim. Burada committed nə deməkdir? Committed Muslim. Törətmək. Yox, commit törətməkdir, düzdür? Sadiq idi. Bəli, Onda. sadiq. Bağlı. Sadiq, bağlı. Deyil kimi. Okay. Gesture. Jest. Jest, mimika. Then. İndi deyin, suallarınız hardadır?
11.1. Mo follows a well-balanced and evenly proportioned diet. Diet pəhrizdən, yeməyindən danışır da. Bu düzənli yeməyə ingilislər biz diet sırf pəhriz kimi düşünürük. Yəni diet sırf yemək kimi. Well balanced diet deyirlər də. Və burada well balance yəni ölçülü. İndi burada yazmışam ki, göz qarşısında olsun. Bərabər normada pəhrizə riayət edir. His bax bu ölçülü deyir. Well balanced, regulated diet bununla uyğunlaşırdı. Onun diet yalnız buradadır da. Onun bu nizamlı pəhrizi nədən ibarətdir? Pasta. Pasta bu bilirik də ümumi məlumatlarına kimi gedir. Tərəvəzlər və grilled chicken, qızardılmış toyuq gündə 2 dəfə. Yəni nizamlıdır da, balansed, ölçülüdür. Deməli, truedur. Aydındır? Mhm. Yəni, balansla regulated uyğunlaşdırırıq. Sonra burada başqa 11 nöqtələrdə var sualınız. Hə, məndə var. Dəqiqə nə idi? 11.4. Mo does weightlifting 2 times as heavy as his body weight. 2 times. Bu rəqəmlərə diqqət. Weightlifting nə deməkdir? Ağırlıq qaldırma. Bədən çəkisinin 2 dəfəsi qədər ağırlıq qaldırır. Bədən çəkisinin 2 dəfəsi. Two times deyir, amma orada a half and yarım dəfə deyir deyəsən. Bir dəqiqə 11.4. Ha, bu hissədə body weight buradadır. He can lift 1.5. One and a half şeydir. Yarı. Bir yarım deməkdir. Bir yarım. 1,5 deyək. 1,5. Does weightlifting. Burada ağırlıq qaldırır edir. Do weightlifting-i burada feil kimi verir. He can lift 1.5 times as much as his body weight. Yəni səhv nədir? 1.5 yerinə 2 yazıb. Aydındır? Belə. Mhm. İkini düz yazmısınız? Yox, müəllimə, mən yazmamışam. Səhvdir də, hə? Mhm. Nə deməkdir bu earnestly? Deyim nə yazmışam? Mən true yazmışam ora. Earnestly nə deməkdir? Earn qazanmaqdır. Earnestly nədir? Ciddidir. Atmışdım sözləri. Baxın. Nədir? Sözlərdə yazmışdım. Earnest ciddidir. Ciddi. Earnestly ciddi Hı. şəkildə. Nə deməkdir başqa ciddi sözləri? Serious, severe, Yox. strict də var idi. Severe, bir də strict. Yes. Severe daha çox elə kəskin və şəraiti, insan xarakteri ilə amma serious, strict deyirik. Doing excess, which factor does Mo consider as the main formula of his achievement? Bəs achievement nədir? Nailiyyət. Sinonimi nə ola bilər onun? Nailiyyət, uğur. Success. Bəli. Achievement-a sinonim. Yox. Yəni, Workout da ola bilər müəllim. nə ola bilər? Workout. Workout. Yəni uğurlu olmaq da belə deyək. Uğur. Forgot unutma, unut da deməkdir axı. Nə sən onu Workout. sən chatda yaz, başa düşmədim həqiqətən Vüsal. Chatda yaz baxın. Nailiyyətlərinin əsas formulu kimi hansı faktoru hesab edir Mo? Nailiyyətlərinin əsas formulası. Deməli bax, believes that it is the key. Workout idman etmək kimi gedir. İdman etməkdir. Success yerinə orada nə yazıb? Achievement. Key nədir? Açardır, düzdür? Yəni Açar. uğurunun açarı olduğunu düşünür. Onun uğurunun açarı olduğunu düşünür. Burada da uğur yerinə achievement yazıb. Key yerinə də main formula yazıb, əsas formula. Nəyi hesab edir? Özündən əvvəlki cümləyə baxıram, həmən cümləni tam oxuyuram. Mo takes training very seriously. Çox ciddi şəkildə train nədir? İdman etməkdə train. Bəli, məşq edir. Çox ciddi şəkildə məşq edir. Train yerinə nə yazıb? Do exercise yazıb. Exercise. Ciddi sözünə də earnestly. Seriously-ni də earnestly-ni əvəz edir. Anladın? Belə. Yəni burada da yenə sinonimləri ilə əvəz edib. Attempt nə deməkdir? Nə idi? Take part. İştirak etmək deyildi.
Sinonimləri Take part in. bir də Hmm, participating. Partici. yes, part in. Award Nə? Mükafat. mükafat almaq, vermək. Inspire Həvəsləndirmək, ruhlandırmaq. sinonimlər nə idi? Inspiring. Willing. No. Encourage. Encourage, yes. Bir də ki motivate. 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 Compete uşaqlar. Ay, Compete. mən bəs willing nədir? Mən hər dəfə onu deyirəm. Willing istəkli. Can atan. Eager da istəkli idi onda. Bəli. Fiil kimi işlədəndə to be qoyuruq yanına. Sonra da to be willing Willing. to be eager to be keen on, istəkli olmaq, can atmaq. Dedicate, Həsr etmək. sinonimi To, dedicate to, və devote to. devote to. Aha. Bəli. Sonra 13-cü. sualımız 14-ə baxaq. Oregon is a convenient place for Mo to live. Convenient. 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 Yerləşmək deyil. Bir növ suitable. Suitable. Suitable nə deməkdir suitable? Uyğun, əlverişli. Əlverişli, rahat deməkdir convenient. Uyğun, əlverişli, rahat bir yerdir. Mo üçün, yaşamaq üçün. Çünki avoid nədir? Çəkinmək. Çəkinmək, qaçınmaq, yayınmaq. Tapırıq Oregon olan cümləni. Deyir ki, Mo üçün yaşamaq üçün, Mo'nun fikrincə yaşamaq üçün rahat bir yerdir, uyğun bir yerdir Oregon. Oregon, bax bu hissədəydi. Görürsünüz, burada adını çəkir. Oregon in the USA. Arxasınca gələn cümlənizi oxuyuruq. It is the perfect spot for him. Perfect yerinə orada şey yazıb da convenient. Perfect nədir? Mükəmməl. Mükəmməl bir dəqiqə. Orada place yerinə convenient place. Place nədir? Yer. Mətndə isə spot yazıb onun yerinə. Spot da place-nə sinonimdir. Məkanda perfect yerinə də convenient. Yəni mükəmməl bir yerdir, uyğun bir yerdir. Niyə görə? A place where few people recognize him. Cümləni axıra qədər oxuyuruq. Çox az insanın onu tanıdığı bir yer. Where there is no media attention. Media diqqətinin olmadığı bir yerdir. Media attention deyir. O da hardadır media? Fikir verin. A variantındadır təkcə. Media and public attention da verib. Görürsünüzmü? Is able to avoid media. Media və ictimai diqqətdən uzaq durmaq üçündür. Avoid, uzaq durmaq, yayınmaq, qaçınmaq. Aydındır? Bəs orada yazılıb, it's quite a well-known athlete deyə. O orada tanınmışdır. O hara gedirdi bəs? Onu götürmüşəm mən. Hara gedirdi deyəndə oraya getmir də. Bir Fəridə cümlənin ardını tamamlayanda nə etdik? Getdik Oregon olan cümləni tapdıq. Elə elədik. Bəli, elə eləməliyik də. Tapıb o cümləni axıra qədər oxuyuruq. Perfect spot. Arxasınca oxuyanda attention deyir, media attention deyir. Heç kəs onu tanımasın. Media yayımı olmasın orada. Diqqətdən uzaq durmaq üçün. Başa düşdün? Sonra 17 məndə. 17. Hə, deyirsən Fəridədən başqa heç kəs yazmıyor. Hər dəfə qoşuluruq, Fəridə ilə aktiv iştirak edir. Bir də Ayşən olanda, Ayşən o da yoxdur dərsdən. Onlayn nəzərdə tuturam. Mətndə başqa sual olan qaldı mı? Bunu dedik. 16-dan zamanlarla bağlıdır. Bax, çox asan düşüb. Yesterday konkret zaman zərfi verib. Hansı zaman zərfidir yesterday? Keçmiş, sadə. Başqa hansı zaman zərfləri var? Yesterday, sonra keçmiş zamanı. Then, Arqonu olanlar. ago, keçən həftə, keçən il, Last-la olanlar. last week, last year və bir də ki, uşaqlıq illərində, In childhood, aha. in my childhood, in my youth və qədim zamanlarda, ilimizdən əvvəlki il olsa, məsələn, in 1990, əsr olsa, in the 20th century and
Və bir də ki, in old times, qədim zamanlarda. Onda biz quruluş olaraq, keçmiş sadə zamanın quruluşu necədir uşaqlar? Past simple-ın. Was, were, Regular verb var, irregular verb. Regular verb nədir? İdə artırırıq. Irregular qaydasızlar isə kökündən dəyişir. Amma deməli had taken atırıq buradan. Had taken, had participle. Bu hansı zamandır? Bu hansı zamandır? Had taken. Keçmiş, bitmiş. Keçmiş, bitmiş zamandır. Bu ola bilməz. İndi bura baxırıq. Zaman uzlaşmasına baxaq görək pozulan varmı? Yoxdur, hamısı keçmişdir. When they got there, ikinci tərəfə baxaq. Onlar deyir ora çatanda çoxlu heyvanlar gördülər. Mr. White uşaqları zooparka apardı. Yenə də burada fiilin məhcul növü yoxsa məlum növü. Bunun arasında qalırıq. Bax, took apardı, was taken. Participle to fiilin kökündən dəyişən forması yaxud idi şəkilsi qəbul edən fiilin qabağında. aparıldı. Fiilin formalarını görürüksə bu məhcul növdür. Məhcul növünün adi zamanı fərqləndirməyin yolu ya tərcümə etməlisiniz, ya da ki dediyim kimi tamamlığa fikir verin. Nöqtələrdən sonra bizə tamamlıq veribmi həmən fiildən sonra? Verib. Uşaqları apardı deyərəm, yoxsa aparıldı? Apardı deyərəm də məlum. Ona görə Jane atdım, was taken atdım. İndi ikinci tərəfdə də çoxlu heyvanları nəyi gördü heyvanlar? Yenə tamamlıq varsa to be olmaz. Yəni to be participle to, məhcul quruluş olmaz. Onda deməli yeni də sildim, were-ni də sildim. Bu da məhcul növdədir. Heyvanları gördü deyərəm, görüldü yox. Qaldı nə? Aynen D variantı. Burada da mən indi bu so keçmiş sadə zamandır. Hədsin keçmiş bitmiş. Keçmiş sadə ilə bitmişini fərqləndirməyin yolu nədir? Əgər buradakı hərəkətlər hər ikisi də eyni anda baş versə, bax keçən dəfə də belə bir test var idi. Belə qalmışdıq arada. Eyni anda baş versə, ikisində past simple-da götürürük. Əgər bu hərəkət digərindən öncə baş veribsə, onu onda hədlə ifadə edirik. Çünki keçmiş zaman keçmişdə ən birinci olan hərəkətdir. İndi deyir, onlar ora çatanda çoxlu heyvanlar gördü, yoxsa görmüşdülər? Gördü olacaq. Gördü. Çatanda görəcəm də, yəni eyni andadır. Yəni o heyvanları görməyim nətər çatmazdan əvvəl baş verə bilər. Başa düşdünüz? Ona görə hər ikisini də past simple götürürük. Aydın oldu hər kəsə? Sonra uşaqlar nə deməkdir exact? Exact, Dəqiq. dəqiqlik, sinonimləri. Approximately var. Yox, o təxminən idi. O təxminəndir. Dəqiq, exact, sonra bizim dilimizdə də işlədirik. P ilə başlayan bir söz var. Punktual, Yox. punctual, isim forması da punctuality, dəqiqlik. Nes şəkilsi varsa exactın sonunda isimdir. Exactness dəqiqlik, punctual dəqiq, punctuality dəqiqlik. Dəqiq sonra sifət kimi bir dənə sinonimi var idi. Accurate dəqiqdir. Accuracy dəqiqlikdir. Bir dənə də dəqiq sözü var idi. Precise, precise. Sözlərin hamısını özdə yazmışdım. Hər iki lüğəti özü ayrı-ayrı atıram. Vallahi heç kəs heç bu qədər dərinləməsin lüğət atmır. Siz bunun qədrini bilib oxumursunuz. Çox vəzinamiyə aid eləməyim. Abituriyentlərim də bu vəziyyətdədir, magistrlarım da. Onlara da belə eləyirəm. Hər sınağın lüğətini atıram, hər sınağın. Ki onlarda motivasiya yaransın. Generous nə deməkdir? Generous. Səxavətli deyildi. Səxavətli. Truthful. Bu məncə trust sözü güvəndir də, inan. Güvənlilik. Aysa, bunu yazmamışdım məncə, amma güvənilir sözünə bəlkə şeylərdə keçmişik. Güvənmək nədir? Aha. Güvənmək. Believe. Believing var, yes, believing. Sonra Özünə inanmaq, məsələn, confident var. sadəcə inanmaq, güvənmək sözünü deyirəm. Believe, sonra trust. Ay Allah, nə? Trust, hə. Elə truthful sözü trustdan yaranıb da. Trust, bir dənə də var idi. Rely. Sözünüzü neydi? Rely. On. İndi Reliable. sifət yaradır. Reliable, güvənilir. Truthful'un sinonimi nə oldu? Reliable oldu. Bəs hatred? O məncə nifrət etmək, nifrətli deyil.
İsimdir, isim. Lazy, Tənbəl. sinonimi, Hmm. idle, idle. Ha, Sinonim. idol. İdolu mən avara kimi bir oxumuşdum o vaxtı. Ya, Elə yadımda də qalıb. kalmıştı. Loss, nifrətin sinonimindən də loss, nifrət etmək. Bu da gedir. Hatred'in sinonimidir. Loss, nifrət. Bir dənə də var idi, nifrət etmək. Yadıma düşdü. Qəbul testlərində də var idi. Detest. Detest. Yazmışdım özdə. Əvvəlki lüğətlərimizdə var. Detest nifrət etməkdir. Detest, hate, loathe. Üçü də nifrət etmək. Polite, Nəzakətli, Nəzakətli, politeness də nəzakətli. nəzakətsiz. Stupid, Stupid, axmaq. axmaq, axmaq. Sinonimləri foolish, polish ola bilər. cool, Crazy, Sən nə dedin Fəridə? foolish də olar, fool da ola bilər, əməlimə. crazy. Crazy dəlidir axı. Are you crazy? Fool, foolish, stupid, silly. Silly də var. Axmaq. Silly, axmaq, hə. Axmaq. Okey, sonra səhvlərimiz hardadır? 18-də var səhvimiz. Və 18-ə bir dənə baxaq. Burada düzdür, negativ sentencedir. Burada bir şeydir. Bax, mən direkt bu ABC, burada şeylər burada D olmalıydı. Heç nəyə baxmadan biz siz necə silərdim? Əgər mübtədə neither nor, either or, not only but also-dursa, xəbərimiz direkt öz yanında duran isimlə uzlaşır. Yəni buradakı isim cəm olsa da xəbərə təsiri yoxdur. Xəbər ikinci isimlə, yəni yanında duran isimlə uzlaşır. Xəbərin yanında duran isim teacher-dır, təkdir deyə were yox, was olmalıdır. Bax, hamısında were-dur. Hə, o da var. Amma mən məsələn also to-nu çıxdım. Birdən neyzərlərdən nə olar olmaz elə çıxa-çıxa tapdım. Bax, burada başqa səhvlər də var. İnkar cümlələrdə biz inkarlıqdan əlavə demişəm ki, en artiklına fikir verin. Sayıla bilən tək isimlərin en Hə. artiklına. Xəbərin tək və cəminə də fikir verməlisiniz. Ondan sonra yəni bu əlavə bunlara fikir verin. Bir də ki, bu inkar cümlədə hansı sözlər işlənməz? İnkarda rast gəlsə səhvdir. Hansılar idi? Hardly, barely siz demişdiniz. Onlar inkarlıq Hə, yaradanlar. Bir cümlədə to, Tam, also, samimi, both, to also, both, deal, ayolun, to also, both, hə. deal, and Hə, and and ora çevrilirdi. tam. And bir də Tam. bəli, inkardan sonra, inkar xəbərdən sonra and nəyə çevrilir? Ora. Ora, sam isə Enya. amma inkar cümlənin başında and və sam işlənə bilər. İndi bax buradan da çıxa bilərdik ki, neither nora da diqqət edin. Neither o varsa ikinci tərəf nor olur. Burada nə var? Also var. B'də nə var? İnkar cümlə to ilə bitməz. D'də də iki inkarlıq var. Bəs A'da nə var? Hə, iki dənə inkar var. Notla neither. Onda da 2 dənə inkar var. Sonra 20'də isə 19'u izah elədiniz. 19'da səhv Hə də. dialoqdur. Səhv etmirsən, tamam baxaq. Bax, Mən D yazmışam orada. dialoq sualla bitmir də əsasən. Bir dənə bitən var, o da istisnadır. Bax, məsələn, 4 sualdır, 2 də sualdır. Direkt aynı C-ni atıram ki, sualla bitmir. Birinci sual sonra cavab olmalıdır da, düzdürmü? Sual-cavab şəklində getməlidirsə, məsələn, şeydir 2, baxın görün burada 4 də sualdır. Disappointed why? 2'den sonra 4'ün gəlməsi. How did you like the movie? Filmi bəyəndinmi? Direkt oradan cavabı ola bilər. 2 dənə suallarda da necə ola bilər? Bax düşünün. 2 də sualdır, 4 də sualdır. Ona görə Ayda. beyin suala cavab olmalıdır axı, düzdürmü? Qaldı Bir mı? də ki orada deyir axı, niyə məyussan? O da deyir ki, sözün müəllimə, düz. bir dənə deyirəm, Beş müəllimə, mark. make-up story-də da elədir. Make-up story var, mən suallar olur. Fərqinə Onda da ki, sualla başlamalıdır. sualla bitə bilməz bu sual. Sualla Hə, bitmir. bildim, başa düşdüm. Make-up story-də də eləncə olur. Mənim suallar olur, qayda Deyirəm ki, hissələrində fərqi olur. nədir ki, make-up story olsun, make-up dialoq olsun. Deyirəm ki, dialoq qurma, mətn qurma suallarında sualla bitmir. Əsasən sualla bitmir. Bir dənə red olar ki, istisna, o da bir dənə görmüşəm qəbulda. Yəni ona da aiddir, bəli deyil. Yox, mən sualla bitmir demirəm. Sualla başlayır da, yəni onu deyirəm. Müəllimə, sualla başlayır.
İç Əgər başını sualla paragraf başlayın. şəklindədirsə, sual, mən dediyim başqadır. Misal deyirəm ki, birinci sual olmalıdır, sonra cavab olmalıdır. Amma make-up story-də tutaq ki, nəqli cümlə verilibsə, çox hallarda nəqli cümlə ilə başlayırıq, sual cümləsindən yox. Yəni one day ilə, once-la ya da an Italian singer, İtalyan bir musiqiçi nəsə etdi. Nəqli məlumat xarakterli cümlə ilə başlayırıq. Sonra suala keçirik. Əgər nəqli cümlə varsa, o situasiyaya baxırdı. İndi hər cürə story var, hər cürə dialoq var. Mən indi ümumi onu necə izah edim? Üstündə görməliyim. Belə, qaldıq deyilən yerin arası. İndi 4-dən sonra 3 gəlməsi. Disappointed why? It had great. Bax, bununla 4-lə başlaya bilməz. Çünki bu deyir ki, məyus niyə? Deməli, bu nəsə deyib ki, bu disappointed sual verir axı. İlk sualımız burada 4 ola bilməz qətiyyən. Ona Hə, 5-4 getməlidir Yani how 100%. did you like the movie? Beğendin mi filmi? Well, to tell the truth, I was a little bit disappointed. Düzünü desem biraz məyus oldum. O da der ki, bak sen disappointed derse orada deyir disappointed. Məyus, niye ki məyus? It had great reviews, didn't it? Yani yaxşı belə məruzələri vardı, elə deyilmi? O da it wasn't as exciting as I thought it would be. Düşündüğüm qədər yəni çox həyəcan verici deyil idi.